Salam əziz dostlar, xoş gördük hər birinizi. Bugün sizə Kaspi kurslarının iyun ayında abituriyentlər üçün keçirdiyi, 11 siniflər üçün keçdiyi imtahanın izahını verəcəm. İncə keçək sualların izahına. Birinci sual, verilən xüsusiyyətdən hansı evqarat hüceyrənin başqa orqanoidində müşahidə edilə bilməz? İki membranlıdır, bu müşahidə edilə bilər. Kloroplast iki membranlıdır. Kloroplast ikiləşə bilir. Kloroplastın da tərkibində DNT və RNT var. O da zülaltıdır. Oksigenli tənəffüsdə iştirak edir. Bəli, bunu götürə biləcəyik. Doğru cavabımız buradan Y variantı olacaqdır. İkinci sual. Verilən maddədən hansının monomeri amin turşularıdır? Amin turşuları zülalların deməli monomeri olur. Burada progesteron lipid mənşəlidir. Pektin karbohidratdır. Xitin karbohidrat, laktoz da karbohidrat, amma glukagon isə zülaldır. Ona görə doğru cavab D variantını götürəcəm. Üçüncü sual. DNT miqdarı 8 vurulsun 10 üstü mənfi 8 milliqram olan ana yumurta hüceyrə meyoz bölündükdə təbii ki, bunun xromosom dəsti 2N4C-dir. Burada birinci hüceyrədə N2C, burada isə NC olmuş olur. Yəni 4C'dən düşür 2C'yə 2 dəfə azalır. Bu olur 4 vur 10 üstü mənfi 8. Bu da 2 dəfə azalır. O zaman olacaqdır 2 vurulsun 10 üstü mənfi 8. Ona görə 4 vur 10 üstü mənfi 8 və 2 vur 10 üstü mənfi 8. Doğru cavabımız D variantı olmuş olacaqdır. Keçək dördüncü sualımıza. Hansı bitkinin vətəni Cənub-Qərbi Asiyadır? Cənub-Qərbi Asiya bilirsiniz Azərbaycanda yerləşdiyi mərkəzdir və burada yer kökünün vətəni Cənub-Qərbi Asiya ola bilər deyəcəyik. Beşinci sualımız. Beşinci sualda hansı genotipli fərd daha çox qamet növü əmələ gətirə bilər? Burada bir dənə heterozigot fərd var. Ona görə bu iki qamet əmələ gətirə bilər. Burada bir dənədir. Bu da iki növ qamet əmələ gətirə bilər. Burada iki dənədir. Bu da iki növ qamet əmələ gətirə bilər. Burada da baktığımız zaman 1, 2, 3, 2 üstü 3, 2 üstü 3 olanda yani 8 növ qamet əmələ gətirə bilər. Bu da 1, 2, 2 üstü 2, 4 növ qamet əmələ gətirə bilər. Ona görə ən çox qamet deməli D variantı olacaqdır. Altıncı sual. Verilən ekoloji piramidaya görə X-in qiymətini müəyyən edin. Bir halqadan digərinə deməli deyəcəiz ki 10% enerji keçərsə. Əgər burada 3000 kilojoule-dursa, digərinə keçərkən deməli bu olacaqdır 300 kilojoule. Bu da buna keçərkən olacaqdır 30 kilojoule. Ona görə cavabımız D variantı olmuş olur. 7-ci sual. Qrafikdə bir populyasiyada fərd sayının dəyişməsinə səbəb olan bəzi faktorlar A, B, C, D ilə işarə edilmişdir. B çıx D bərabər 150 olarsa, burada B'miz 4x'dir. Çıxılsın D x'dir. Bərabərdir 150 olar. Yəni 3x'imiz burada 150-dirsə, deməli x'imiz də bərabərdir 50-yə. O zaman baxırıq indi. A. Daxilə miqrasiya. Daxilə miqrasiya 100 dənə fərd daxil oldu. Ondan sonra B doğulma. Doğulma da 200 dənə də fərd doğuldu. Toplam 300 artdı. İndi 3x, yəni 150 fərd xaricə miqrasiya etdi. Üstə gəlinsin x ölümdür. 50 də ölüm oldu. Bərabərdir. 200 fərd də azaldı. Artım 300'dür. Amma azalma 200'dür. Deməli toplam ümumilikdə burada ümumi artım 100 fərd olur. Nə qədər fərdimiz var idi? 4000 fərdimiz var idi. 100 fərd də artıbsa, demək artım ümumi olaraq fərdlərin cəmi 4100-ə bərabər olacaqdır. Tonlaşdırma zamanı əmələ gələn və istifadə olunan fərdin hansı yalnız dişi ola bilər? Hansının yumurta hüceyrəsi götürülürsə, o dişi olar və bir də hansı daşıyıcı anadsa, surrogatsa o dişi ola bilər. Məsələn, burada Z meymununun yumurta hüceyrəsini götürürük. Bir də deməli meymunu da burada daşıyıcı anadır. K erkək də ola bilər. K erkək olsa M də erkək olacaq. K dişi olsa N də dişi olacaq. Amma Z ilə M isə
mütləq şəkildə burada dişidir. Ona görə doğru cavabımız deməli C variantı olmuş olur. Şəkildə təsvir olunan proses növün hansı kriterisinin mütləq olmadığını göstərir. Ayrı-ayrı növlərdir. Ayrı-ayrı növlərin çarpazlaşıb bölünü nəsil verməsi fizyoloji kriterinin mütləq olmadığını bildirir. Ona görə doğru cavabımız B variantı olacaqdır. Ürək mədədiklərinin arasında yarımçıq ara kəsmə ilk dəfə meydana çıxdı. Yarımçıq ara kəsmə ilk dəfə meydana çıxdı sürünənlər də ilk dəfə meydana çıxır daş kömürdə. Ona görə doğru cavab kimi D variantını verəcəyik. Biokütləsi ikincili məhsulu təşkil edir. Burada artıq biz produsentləri yox, avtomatik olaraq heterotrof qidalanları götürməliyik. Yəni şampinyon, merinos və bağırsaq çöpü 2, 4, 6. Doğru cavabımız B variantı olmuş olur. Keçək 12-ci sualımıza. İnsanın sinir sistemində sinir düyünləri hissi neyronların cisimləridir və o mərkəz sinir sistemindən kənarda yerləşir. Ağ maddənin əmələ gəlməsi rol oynayır, xeyir. Mərkəz sinir sisteminin tərkibinə daxil deyil, bu da xeyir. İşçi orqanla əlaqəli də ola bilməz. Refleks göğsünün 4-cü yox, 2-ci hissəsinə aiddir. Bəli, refleks göğsünün 2-ci hissəsinə. Çünki reseptor, sonra hissi yolda yerləşdiyinə görə demək refleks göğsünün 2-ci hissəsinə aid olacaqdır. Eyni növ bitkinin tozlanan çiçəkləri rəqəmlərlə göstərilmişdir. Tozlanmalar zamanı əldə edilən müxtəlifliyi hansı bənddə düzgün şəkildə sıralanır? Təbii ki, ən çox müxtəliflik ikinci çiçəkdədir. Çünki ikinci çiçək bir bitkidən digər bitkiyə görə olubdur. 2-ni yazdıq. Ən çox müxtəliflik budur. Sonra ən çox müxtəliflik 2-dən sonra olacaqdır. Üçüncü də nəyə görə? Bir bitkinin başqa bir çiçəyindən başqa bir çiçəyinə tozlanma gedib. Ona görə 3-ü yazsam, ən az müxtəliflik isə 1-dədir. Çünki öz deməli erkəkliyi öz dişiciyini tozlandırıbdır. Bu da belə 2, 3, 1. Yəni doğru cavabımız C variantı olmuş olur. Hansı proseslə meyoz müşahidə olunur? Bal arısında yumurta hüceyrənin əmələ gəlməsi. Bal arısının yetkin fərdi diploiddir və yumurta hüceyrə təbii ki meyoz yolla əmələ gələcəkdir. Bunu yazdıq. Qıcının sporun düzəlməsi. Xeyr, spor zaten haploiddir. Düzəlmə də mitoz yolla gedir. Burada mitozdur. Kərtənkələnin quyruğun regenerasiyası mitozdur. Mamırın sporun əmələ gəlməsi, bəli. Qutucuq 2N'dir. Orada meyoz bölünmədə N spor əmələ gəlir. Ulodiksin zigotundan spor alması zigot 2N'dir və meyoz bölünmə nəticəsində qamçı spor əmələ gəlir. Bal arısının spermatozoidin yetkin fərdi N'dir. Spermatozoiddə mitoz yolla əmələ gəlir. Ona görə 1, 4, 5 doğru cavab A variantı olmuş olacaqdır. Uşaqlarda rast gələn xəstəliklərdən deyil soruşur bizdən. Botulizm vəba rast gəlinə bilər. Raxitlik zaten uşaqda baş verə bilir. Meningit də rast gəlinə bilər. Toyuq korluğu da rast gəlinə bilər. Amma miksadema ancaq böyük insanlarda olur. Akromegalia da ancaq böyük insanlarda olur. Ona görə cavab C variantı olaraq götürəcəyik. Aşağıdakı şəkil dəyişmə növünün yalnız birinə aiddir. Üzərində təpə tumurcuğu olar. Bu 2 dənə zol var burada. İkisində də ola bilər. Üzərində bilavasitə əlavə kök inkişaf edər. Bu da ikisində də ola bilər. Gövdə şəkil dəyişməsidir. İkisi gövdə şəkil dəyişməsidir. Əsas kökün şəkil dəyişməsidir. Bəli, burada əsas kök şəkil dəyişməsi deməli deyəcəksiniz ki, bu birinci, bu əsas kök şəkil dəyişməsidir. Ona görə doğru cavab D variantı olaraq götürürük. 17-ci sual. X canlısı, Y canlısı. X canlısı quşdur, Y canlısı isə məməlidir. Hansı yanlışdır? Y canlısında düşüncəli fəaliyyət var. Bəli. X canlısı xordaların ən cavan sinifinin nümayəndəsidir. Bu da bəli, ən cavan sinif quşlardır. Y canlısı pulcuğa malik ola bilər. Bəli, bəzi məməlilərdə bilirsiniz ki, pulcuq da olur. Məsələn, sisan kimlərin quyruğunda pulcuğa rast gəlmək ola bilər. X canlısı tük örtüyünə malikdir. Xeyr, X canlısı tük örtüyünə malik deyil, lələk örtüyü var. Ona görə cavab D variantı olacaqdır. 18-ci sual. Yanlış cavabı seçin. İnsan skeletində 2 cür sümük iliyi olan sümük. Deməli, bu ətrafların sərbəst hissəsinə aid olan sümükdür. Qısa sümüklə birləşmə əmələ gətirə bilər. Bəli. Məsəl üçün, mənim burada mild və dirsək sümüklərim qısa sümüklə birləşmə əmələ gətirə bilər. Bu düzdür. Uzun borlu sümüklə, bəli, bazutdakı sahib nahiyəsindəki olan sümüklərlə birləşir.
Yastı sümüklər bəli bazu kürəklə birləşə bilir. Quşaq skeleti ilə bəli dediyim kimi bazu kürəklə birləşmə əmələ gətirə bilir. Kürək quşaq sümüydür. Qarışıq sümüklə birləşmə əmələ gətirir. Xeyr, heç bir uzun borlu sümük qarışıq sümüklə birləşmir. Ya qısa sümüklə birləşir, ya uzun borlu sümüklə birləşir, ya da yastı sümüklə birləşir. Ona görə cavab Y variantı olur. İnsanın hansı orqanına vena damarı ilə qan gətirilir? Ya qaraciyərimiz ola bilər, qaraciyər qapı venası ilə deməli qaraciyərə qan gəlir, ya da ürək ola bilər. İkisi. Ona görə doğru cavabımız B variantı olacaqdır. 20-ci suala baxırıq. En sayda hüceyrədən təşkil olunan ulotik sapları cəmi 4 ziqotdan başlanğıc götürmüşlər. Deməli, en sayda hüceyrə var. 4 ziqotdan da 16 fərd başlanğıc götürür. Çünki bir ziqotdan 4 fərd başlanğıc götürəcək. Əgər 4 ziqot varsa, deməli 16 fərd başlanğıc götürüb. Yəni 4 vurulsun 4-ə bərabərdir 16 fərd başlanğıc götürüb. Bu 16 fərddə ümumilikdə en qədər hüceyrə var. En qədər hüceyrəndə 16 fərd hərəsinin bir hüceyrəsi yapışmağa xidmət göstərir. Onda fotosintez getmir, yəni rəngsizdir. En çıxılsın 16-sını çıxırıq, 16-sında getməz, yerdə qalanında en çox 16 fərdində isə fotosintez prosesi gedə bilər. Şəkilə əsasən doğru ifadələri seçin. Bizə burada protal verilib. Üzərində spor əmələ gəlir, xeyr. Spor yetkin fərdin yarpağında əmələ gəlir. Əlavə kökən malikdir, xeyr. Rizoidlərə malikdir. Alt səthində mayalanma gedir, bəli. Alt səthində anteridir bu hissədə, arxegonda bu hissədə əmələ gəlir. Anteridə spermatozoid, arxegonda əmələ gələn yumurta hüceyrəni mayalandırır və mayalanma prosesi gedir. Ona görə doğru cavab C bəndi. Mamırın deyil, qıcının düzəltisidir. Avtotrof yollar qidalanır. 22-ci sual. Yanlış ifadəni müəyyən edin. Heyvanların əksəriyyəti həşəratlardır. Çünki növ sayına görə ən çox olan həşəratlardır. Boru şəkilli ürəyə malikdir, bəli, düzdür. Düyünlü sinir sistemine malikdir, bu da düzdür. Dolayı yolla inkişaf edir, bu da düzdür. 2 cüt yerime ayağına maliktir, yox, 3 cüt yerime ayağına maliktir. Cavab D variantı olmuş olur. Cədvələ əsasən A bölü B bərabər 1 olarsa, X-ə uyğun gələn canlılar seçin. Ürəyində dövr edən qan növünün sayı bədənə dövr edən qan növünə bərabər olsun. Ev iti ola bilər. Çünki ürəyində də 2 növ qan dövr edir, bədəndə 2 növ qan dövr edir. Timsah ola bilməz. Ürəyində 2 növ, bədəndə 3 növdür. Göl qurbağası ola bilər. Ürəyində 3 növ, bədəndə 3 növ. Xanı balığı ola bilməz. Ürəyində 1 növ, bədəndə 2 növ. Göyərçin ola bilər. Ürəyində 2 növ, bədəndə də 2 növ. Kərtənkələ də ola bilər. Ürəyində 3 növ, bədəndə də 3 növ qan dövr etmiş olur. 24-cü sual. Həşəratların hansı dəstəsinin insan tərəfindən əhəlləşdirilmiş nümayəndəsi var? Bilirsiniz ki, birincisi tüpək qurdu. Bu aiddir pulcuq qanadlara. Bir də sarı qanadlardan bal arısı. Bu da aiddir pərdə qanadlara. 2-5 bunlar əhəlləşmiş nümayəndəsi vardır. Cədvələ əsasən x çıx y ifadəsinin qiyməti 42 olarsa, bu hidraların əmələ gəlməsində iştirak edən qamçılı qamətlərin sayı neçə olur? Şirinus hidrasında olan maksimum simmetriya oxu 12, minimum simmetriya oxu isə 5'dir. Aradakı fərq 7'dir. Bir fərddə aradakı fərq 7'yə bərabərdir. Əgər aradakı fərq 42'ye bərabərsə də x-dir, x də buradan bərabərdir. Demək 6 dənə fərq vardır. Əgər 6 fərq varsa, 6 fərdin də əmələ gəlməsində 6 dənə qamçılı qamət, yəni spermatozoid iştirak etmiş olur. 26-cı sual. Doğru ifadələri seçin. X inkişafı zamanı hiss orqanlarının sayı artır. Əksinə, yan xət orqanı itirdiyə hiss orqanlarının sayı azalır. Artır demək yanlışdır. Mən deyirəm yanlışdır, amma bu deyir doğrudur. Ona görə bunu götürməyəcəm. Salamandr ilə eyni dəstəyə aiddir. Xeyr, salamandr buyruqdur, bu buyruqsuz. Mən deyirəm xeyr, amma bu deyir bəli. Bunu da götürməyəcəm. Borlu sümükləri embrional inkişaf zamanı əmələ gəlir. Xeyr, post embrional. Mən deyirəm xeyr, bu da deyir xeyr. Ona görə bunu götürəcəm. Beyinciyi balıqlara nisbətən yaxşı inkişaf edib, xeyr, zəif inkişaf edib. Mən deyirəm xeyr, o da deyir xeyr. Ona görə bunu da götürəcəm.
Dəri əsas tənəffüs sisteminə aid orqandır. Tənəffüsə xidmət edən orqan, amma tənəffüs sisteminə aid orqan deyil. Dəri örtük sisteminə aiddir. Mən deyirəm xeyr, amma o deyir bəli, ona görə götürməyəcəm. Cavab 3 və 4 cavabı olmuş olur. 27-ci sual. Ürək kamerasının sayı 3, qan dövranının sayı 2, tənəffüs orqanı akciğer. Tısbağa ola bilər. Akula ürək kamerasının sayı 2, qan dövranının sayı 1 və qəlsəmə. Akula bura aiddir. Siyanet də bura aiddir. Qızılı mabuya aiddir bura. Və daraqlı triton isə təbii ki, bu da suda burada yaşayandır. Ona görə aid edirik bura. Keçək situasiyamıza baxırıq. Şagirdlər örtük toxumlu bitkilərin fəsilləri haqqında məlumat toplayan zaman qruplara ayrılaraq 3 müxtəlif fəslənin nümayəndələri haqqında məlumat toplar. Birinci qrup ikiləpələrə aid olub, meyvə tipləri çox toxumlu quru və şirəli ola bilər. Deməli, birinci qrupun araşdırdığı fəsilə badımcan çiçəkləridir. Çünki onlarda həm gilə meyvə var, həm də butuzuq meyvə var. İkinci qrup çiçəkləri dilcik şəkilli, boru şəkilli, bu da mürəkkəb çiçəklərdir. Və üçüncü qrupa baxdıqda isə fəslərin adı meyvə tiplərinə görə verilir. Bu da paxlallar fəsləsinin nümayəndəsidir. Sonra Linneyə görə hansı fəsləyə aid olanlar eyni fəslə cəmləmək olardı və nə üçün? Nə üçün? Çünki Linne erkəkliklərin sayına görə sistemləşdirirdi. Badımcan çiçəklərdə erkəkliyin sayı 5'dir, mürəkkəb çiçəkdə 5'dir. Ona görə birinci və ikincini deyə bilərik. Araşdırılan fəsillərin hər birinin bir çiçəyin olan erkəklik və dişiliklərin cəmi neçə olar? Badımcan çiçəklərdə Y5D1. Erkəklik və dişiliyin sayı 6'dır. Üstə gəl. Mürəkkəb çiçəklərdə də Y5D1, bu da 6'dır. Amma paxlallarda Y10D1, bu da 11'dir. Topladığımız zaman bunlar da cəmi 23 eləmiş olacaqdır. Dediniz. Bütün şagirdlərimizə uğurlar arzulayıram. Allah zeyn açıqlığı versin. İnşallah hər biri üçün çox asan, gözəl və suallar olan hər biri öz arzusuna çatar.